Salam herkese millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. 2026-cı ilin ilk Çin avtomobilini sizə çəkirik bu günləri. Yanımızda tam yeni Geely Galaxy M9 modeli var. Bilmirəm, fikir vermişsiniz yoxsa yox, illər boyu avtomobillərin ölçüsünə görə sinifi dəyişirdi. Biz bunu əsasən belə desəm BMW-nin seriyalarında görürdük ki, 3-cü seriya, 5-ci seriya, 7-ci seriya və bu neçə illər boyu 7-ci seriya olaraq qalırdı. Eləcə də avtomobillərdə, yəni digər brendlərdə də biz bunu hardasa görürdük ki, Mercedes-də misal üçün C-Class var idi, daha böyük E-Class, daha böyük S-Class olaraq keçirdi. Amma son illərdə bu Çin avtomobillərinin populyarlaşdığı dövrdə təzə bir seriya çıxıb, 9-cu seriya. Yəni 7-də bu məsələ dayanmışdı, artıq əsasən SUV avtomobillərində biz 9-cu seriyanı görə bilirik. Buna misal olaraq yanımda gördüyünüz Galaxy M9 modelini və yaxud da ki Li 9, yəni Li Auto L9, Lynk & Co 900, yəni 9 rəqəmini son vaxtlar iri həcmli SUV avtomobillərində biz görürük. Həmin bu SUV avtomobillərindən biri də tam yeni Geely Galaxy M9 modelidir. İndi artıq adını səsləndirsəm də bu avtomobilə müqayisə olaraq Lynk & Co-nun 9 modelini, Li Xiang'ın L9 modelini, Aiton'da 9 modeli var. Sözüm orasında, yəni sözümün canı odur ki, bu gördüyünüz tam iri həcmdə bir SUV avtomobildir və Çin avtomobili olduğuna görə də 1.5 litr həcmində plug-in bir mühərriklə, plug-in hibrid mühərriklə təchiz olunmuşdur. Avtomobilimizdə həm daxili yanma mühərriki var, həm də ki bizim 3 ədəd elektrikli mühərrikimiz var. Və M9 modeli ən yüksək komplektasiya olduğu üçün 4 çəkərdir. 4 çəkər olduğu üçün də 2 ədəd arxada, bir ədəd isə öndə elektrikli mühərrikimiz var. İstəyirəm kapotu açaq, birinci benzin mühərrikə baxaq, daha sonra davam eləyərik. Kapotumuzun altında görməyə öyrəşdiyimiz 1.5 litr həcmində atmosfernik bir daxili yanma mühərrikimiz var və atmosfernik 4 silindr eşidir isə artıq əmin ola bilərsiniz ki, bu avtomobilimiz 92 oktanlı benzinlə rahatlıqla çalışır. Amma burada söhbət təkcə bizim daxili yanma mühərrikimizdən getmir. Çünki bu avtomobil bir komplekt avtomobildir. Elektrik və benzin mühərrik birlikdə və toplamda 870 at gücü deyə bir rəqəm çıxır ortaya. Çox qəribədir, çünki son illərdə hibrid avtomobillər biz çox çəkirik. Nə bilim 500 at gücü olur, hesablayırsan ki, nə bilim 200 at gücü daxili yanma mühərrikindəndir, qalan 300 at gücü filan yerdəndir, yəni elektrik mühərrikindəndir. Amma toplamda 870 at gücü olmağı bilmirəm, yəni yoxlamamışam, amma getməyə çox qəşəngdir. Yolda sürdüyü biraz maraqlıdır. Sıfırdan 100-ə sürətlənməsi 4.5 saniyədir. Nəzərə alın ki, bu avtomobilimiz 2.5 ton ağırlığındadır, yəni 2500 kiloqram ağırlığındadır. 2.5 ton ağırlığında avtomobilində 4 yarıma getməyi məncə çox bomba bir xüsusiyyətdir. Ümumi batareya haqqında məlumat verəsi olsam isə Katl batareyası var. Katlı tanıyanlar bu hibrid elektrikli avtomobillərlə maraqlananlar artıq tanıyır. Yəni güvənilir bir batareya sistemi var və avtomobilə yan tərəfdən baxanda artıq onun ölçülərini biz görürük. 5 metrədən çoxdur avtomobilin uzunluğu, eni də çoxdur. Yəni deyərdim ki, avtomobilimizin eni 2 metr uzunluğundadır və bu videoda düşünürəm ki, avtomobilin xarici görünüşündən çox interyeri haqqında sizə məlumat verəcəm. Çünki interyerdə çox maraqlı funksiyalar var və məncə artıq hiss eləyirsiniz ki, çox genişdir. İndi keçək daha detallı baxaq avtomobilə. Öndən dayananda gözəldir, bunu xoşlayırıq. Hansı ki L9-a da çox bənzəyir deyərdim. L9-a bənzəyir deməklə də iş bitmir. Çünki son zamanlar əsasən biz Li Xiang L9-da görmüşdük, düzdür. Ondan sonra bir trend oldu. Bütün avtomobillərin ön hissəsində belə bir gündüz LED barı var. Gördüyünüz M9 modelində də var. Və bundan savayı Matrix bizim burada çox qəşəng Matrix fara ilə maşın sürmüşəm. Uşaqlar məsləhət görürəm, yəni təzə texnologiyadır. Yəni işıq söhbətini bağlayıblar bu məsələ ilə. Matrix faralarımız var. Öndə başqa bir olayımız yoxdur. Çünki əsasən plug-in hibrid olduğu üçün, yəni avtomobilimiz, ona görə yəni ay hava olsun, hava alsın söhbətləri ilə problem yaşamırıq. Burada biraz
girişlərimiz var. Bəs eləyir. Hər yer kameradır, hər yer radardır. 2026-cı ildə avtomobil sektorunda gəlindiyi son nöqtə. Yəni nə varsa lidarından tutmuş, yəni fikir versəz, avtomobilin üst hissəsində də lidar var və çalışır. Onu nəzərinizə çatdırım. Yan tərəfə baxanda isə avtomobilimiz tam belə deyim dolu komplektasiya olduğu üçün 20 ölçüdə. Bu da qəşəngdir. Bu stili xoşlayıram. Yəni ümumi avtomobildə bir ağırlığı olduğunu hiss edirik və Passatkamız da var. Çünki avtomobilimizdə air askı sistemi var, yəni havalı askı sistemimiz var. İçəridən də siz istədiyiniz formada qaldırıb sala bilirsiniz. İçəriyə keçəcəm, içəridə danışılası çox şey var. Və bir də maraqlı nə var misal üçün? Yəni 80 kiloyam da hardasa normal formada saxlayır. Düzdür, yəni siz belə-belə eləməyəcəksiniz yəqin ki, ayağınızı qoyub qalxacaqsınız. Yoxlamaq üçün göstərirəm. Amma indi deyə bilərsiniz ki, Fəxri, bu qardaş elə buradan bura qalxmağa nə var ki, indi aşağıda olduğu üçün avtomobil belə görünür. Hündürə qaldıranda artıq zazor deyərdim ki, çox alır. Salonun rəngini görürsən. Salonun rənginə keçəcəyik. Bu da mod olan rənglərdəndir. Kərpic rəngi deyirlər, belə desəm. Amma nə xoşumuza gəlmədiyə gələndə qəşəng bağlandı, göstərə bilmədim. Ha? Yəni bir vakum istəyərdik də, yəni 9-cu seriya bir maşınsan, vakum səndə niyə yoxdur? O biraz xoşumuza gəlmədi. Bundan savayı plug-in hibrid avtomobillərdə benzin bak, yəni yanacaq çəninin qapağı desək, iki tərəfdə olur. Gəlin onu da göstərək sizə. Bax, hal-hazırda bağlıdır. Bax. Bu da içərdən açılır. Onun üçün bir dənə monitora əl gəzdiririk. Səsi gəldi. Deməli, fikir verin. 92 və yaxud da ki, daha yuxarı oktanlı benzindən istifadə eləyə bilərsiniz. Yəni, artıq bir sual gəlməsin sizə. Ki, qardaş, buna 92 tökmək olar, yoxsa yox. Təp-təzə maşındır. Nəsə, benzin də iyi gəldi. Xoşlayıram, zapravşiklər deyilir, şak. Bunu bağlayaq, arxa hissəyə keçəcək, amma yanacaq çəninin qapağından danışırıqsa, digər tərəfdəki qapağı da mütləq şəkildə göstərmək istəyirəm. Eyni şeydir qapaq olaraq. Burada açdıq, artıq burada bizim hibrid mühərrikimizi şarja qoymaq üçün belə bir AC, DC şarj portları var. Bu formada da taxa bilərsiniz və onu da qeyd edeyim ki, indi deyəcəksiniz, Fəxri, belə dedim, bağ belə, bostan belə, bu pollu bakla nə qədər yol gedir? Tam elektriklə siz avtomobili idarə edirsinizsə, avtomobilimiz 210 kilometr gedir tam elektriklə. Yəni heç bir benzin falan istifadə etmədən. Amma bu Çin avtomobilləri, plug-in hibridlər çoxaldıqca qəribə sözlər, qəribə terminlər də bizim həyatımıza daxil olur. Bunlardan biri Avropa mənşəli, biri isə Çin mənşəlidir. CLTC, WLTC. CLTC Çin bazarı üçün olan, WLTC isə Avropa bazarı üçün olan. Bazarı üçün deyəndə ki, hərənin öz göstəriciləri var. CLTC göstəricilərində deyir ki, 210 km bu avtomobil tam elektriklə hərəkət eləyə bilir. WLTC isə deyir ki, 170 km. Fərqi nədir? Avropalılar bu tip rəqəmləri çıxartmaq üçün avtomobili daha biraz aqressiv sürürlər. Çin tərəfdə isə daha yumuşaq sürürlər avtomobili. Ona görə bu qədər fərq olur. Yəni, ümumi 210 deyirlərsə, yuvarlaqlaşdırıb 200 km məncə deyə bilərik. 200 km tam elektriklə, tam elektrik üstə gəlinsin tam 60 litrlik benzinlə siz 1300 km, 1200 km rahatlıqla bu avtomobili idarə edə bilərsiniz. Yəni, uzaq yola çıxsaz, konkret məncə sərf eləyəcək, yəni cib olaraq deyərdim. Arxa hissəsinə nəzər salanda tən ortada Cili yazımızı görürsünüz, aşağıda M9 yazılıb və həmin ön hissədə olan LED bardan arxa hissədə də var. Bu biraz məni Lincoln Navigator-a falan biraz oxşatdı arxa hissəsini. Çünki avtomobilin ölçüləri də imkan verir ki, biz bu sözü deyə bilək. Arxada səs boğucu çıxışımız yoxdur. Plug-in hibrid avtomobillərdə artıq bunu gizlədirlər. Hər yer radardır, hər yer kameradır, amma burada ortada belə bir düymə var. Siz onu radar kimi görə bilərsiniz. Amma əslində o bizim bagajın düyməsidir. O yəni pis deyil, gizlədiblər gizlətməyinə, amma yəni avtomobil kirli olanda bunu basmaq məsələsi var. Amma bir tərəfdən də fikirləşəndə ki, avtomobildəki monitordan biz bagajı açıb bağlaya bilirik. Pultun üstündən açıb bağlaya bilirik. Bagajımız elektrondur.
düyməmiz buradadır. İndi deyə bilərsiniz ki, ay Fəxri, bu boyda maşının bagaj həcmi elə budur. Balaca bir yer. Təbii ki, yox. Bayaqdan sizə qeyd edirdim ki, interyer çox maraqlıdır və hal-hazırda buradan baxanda biz 3 sıra əyləşmək üçün yer görürük. Yəni avtomobilimiz ayrı-ayrılıqda 6 nəfər üçün nəzərdə tutulub. Gəlin keçək interyerə, maraqlı şeylər göstərəcəm sizə. İnteryerdəyik. Gördüyünüz kimi bəlkə də ilk dəfədir ön sərnişin tərəfdə əyləşmişəm. Avtomobili sizə izah eləmək istəyirəm. Çünki funksiyalarımız çoxdur. İlk növbədə kərpic salonu bayaq qeyd elədim. Avtomobilimizdə Flyme Sound'un audio sistemi var. 27 dənə dinamik olmalıdır, səhv eləmirəmsə. Amma mövzu bu deyil. Mövzu odur ki, rahat əyləşmisən və ön sərnişin oturacağında belə bir ayaq üçün dəstək söhbəti var. Rahat formada qaldıra bilirsiniz və önümüzdə 2 ədəd monitorun birləşməsindən əmələ gələn, belə deyim, çox böyük bir sörf taxtası var və sürücüdən fərqli olaraq bu hissə mənə aiddir. Yəni yarısı mənə aiddir. İstəsəm videoya baxaram, istəsəm nə bilim özüm üçün oynayaram, vaxtımı keçirdərəm və belə bir formada rahatlıqla əyləşə bilirik. Amma tək məsələ burada deyil. İstəyirəm indi keçək bir sonraki arxa sıraya, görək orada nə var, nə yox. İndi isə orta sıradayıq və fikir versəniz standart avtomobildən fərqli olaraq bizim 2 ayrıca oturacağımız var. Buna oxşar M5 CS-də görmüşdük ki, ayrı-ayrı oturacaqlar var. Düzdür, eyni avtomobillər deyil təbii ki. Ortanı bir arxa sıra üçün koridor olaraq istifadə ediblər və belə bir qol qoyanımız da var. İstəsəz buradan cup holder, yəni stəkan yerimiz də var. Stəkan bura qoya bilərsiniz. Bundan savayı ön hissədə olan həmin bu ayaq altı funksiyası gəlir. Bizim orta cərgəmizdə də var. Hətta gəlmişkən arxa hissədə olan masanı göstərim. Elə bir samolyotdasan da, özü elə hiss eləyə bilərsən. Amma masadan savayı burada maraqlı funksiyalarımız var bizim. Bir dənə düymə, yəni qabağa keçməyə də ehtiyac yoxdur. Heç nə eləmirəm, gözləyirəm. Özü, düzdür, ayağım yüngül getdi. Burada atamağını da bağlayıram, hərəkətə bax indi. Özü yığıldı, getdi qabağa. Çox VIP-dir də bu, başa düşdün. Hələ səbirli ol, burada bizim monitorumuz da var, kinoya baxacaq, gözlə. Gördüyünüz kimi, monitorumuz qalxır. Bax, hərəkətə bax bir dənə. Yaşayışa bax bir dənə. Get də belə. 2000-3000 kilometr hara kimi istsən get. Elə otursan, sürücü də sürür. Uşaqlar da arxada. Xoşuma gəldi bu. Durmaq istəmirəm. Monitorumuzu yığdıq. Hər şey standart öz qaydasına qayıtdı. Avtomobilin damına nəzər salsaq 2 dənə ayrı-ayrı bizim lükumuz var. Ön hissədə sürücü üçün ayrıca və arxada panoramik görüntülü bomba bir dənə lükumuz var. Orta hissədə də bizim monitorumuz dayanır və iş bununla da bitmir. Arxa hissəyə nəzər salsaq, burada hər iki oturacağın isidicisi var, soyuducusu var, 2 dənə Type-C çıxışımız var, bombadır, Type-C əla. Və bundan aşağıda isə salam. Bizim hətta içində də suyumuz da var. Şöyle sərin saxlayır. Yəni xaladenik də var, yəni soyuducu. Gördüyünüz kimi bu hissədə mövcuddur. Buradan da ayarlaya bilirsiniz hansı temperaturda olsun, soyutsun və yaxud da ki isitsin. Və orta cərgəmiz belədir, amma bununla da iş bitmir. İstəyirsiniz keçək arxa cərgəyə. Amma bu standart 3-cü cərgə kimi deyil. Gəlin göstərim. Artıq 3-cü, yəni axırıncı sıradayıq. Və standartdan fərqli olaraq normalda nə bilim Sorrento'larda deyirlər 7 nəfərli idi, X5-də deyirlər 7 nəfərli idi. Qardaş, təmiz 6 nəfərlik belə olur. İçəri çox genişdir. Yəni ən arkada əyləşməyimə baxmayaraq özümü çox rahat, komfortlu hiss eləyirəm. Komfortlu hiss eləmə səbəblərimdən biri də tam yanımda oturacaq isidicim var. Type-C girişim var. Stakan yeri var. Kolonkalardan burada düzüblər. Bundan savayı isə hətta bel hissəsi də gördüyünüz kimi gedir hara kimidirsə. Yəni bagajın o qədər kiçik olma səbəbi əslində 3-cü sıradır. İstədiyiniz zaman 3-cü sıranı qatlayıb çox böyük bagaj həcmi əldə edə bilərsiniz. Hətta belə tam da aşağı hissədə bizim 220 volt
girişimiz də var. Yəni kompüter, planşet falan nə istədin, taxtın işini gördün və mən avtomobillərdə ən arxada oturmağı heç sevməsəm də, çünki adətən belə dar olur da, belə qısılıb qalırsan. Amma bu avtomobillə 3-cü dərəcədə belə çox rahatlıqla yol gedə bilərəm və hər bu dediklərim hər iki tərəfə şamil olunur. Bu qədər göstərdiyi bəsdir, biraz da idarə edək. Deməli, M9-un interyerindəyik, açarımızı istəyirəm göstərim. Galaxy ailəsində demək olar ki, eyni açardan istifadə edirlər. L6, L7-də də 2 ədəd açar gəlir, ağ və qara rəngdə. Ağ rəngini bu formada görə bilərsiniz. Avtomobilimizin interyeri haqqında məncə artıq məlumat verdiyim 3 sıra, 3 cərgə oturacağımız var və hal-hazırda pilot oturacağında əyləşmişəm. Ön hissədə çox kiçik bir monitorumuz var. Düzdür, ilk növbələrdə, ilk ərəfələrdə çox da xoşuma gəlmirdi ki, öyrəşmişik də burada sürətlər göstəricisi olsun falan. Amma artıq illər, vaxtlar keçdikcə, bax bu gördüyünüz balaca informasiya barı mənim çox xoşuma gəlməyə başladı, nə yalan deyim. Və əgər bu sizə azlıq təşkil edirsə, burada çox iri televizor boyda belə deyərdim monitorumuz var və bütün hər şeyi bu monitor vasitəsilə idarə edə bilirsiniz. Misal üçün, menümüz bu formadadır, 360 görüntümüz var da, hamısını bir-bir sadalamaq istəmirəm əslində. Misal üçün, çox sadə oturacaqlarda buradan idarə edə bilərsiniz. Misal üçün, sürücü oturacağının isidicisi, soyuducusu, masajı fikir versəz hal-hazırda, yəni monitordan da görürsünüz ki, masaj hissəsində qoşmuşam. Bundan savayı oturacaqları hamısını idarə edə bilirsiniz. Yəni arxaya, önə, qabağa falan. Yəni bunlar əl altda olmağı çox yaxşı funksionallıqdır deyərdim. Bundan savayı avtomobilimizin işıq sistemi, yaxın işıq, uzaq işıq, düzdür, əslində avtomatik hamısı lazım olanda yanır, amma istəsəniz bu hissədən, yəni monitor vasitəsilə də bunu idarə edə bilərsiniz və ən aşağıda, sağda da bizim yanacaq çəni qapağını buradan aça bilirsiniz. Bagajı açıb bağlaya bilirsiniz. Bundan savayı nə deyim, bircə saniyə, baba buradaydı. O qədər çox şey var, qarışdırır adam arada. Suspension'da biz buradan istədiyimiz formada və hal-hazırda biraz da pasatka verdiyi maşına, daha sonra sürətlənəndə artıq avtomobil özü lazımi səviyyəyə qalxmış olur. Belə, çox ətraflı məlumat istəyirsinizsə artıq Cile Azərbaycanda yaxınlaşıb avtomobillə daha yaxından tanış ola bilərsiniz. Bundan başqa, çox yaxşı, funksional, bütün məlumatları düzgün formada ötürən head-up displeyimiz var. Yoldakı nişanları da tanıyır, sürət limitini də sizə göstərir. Demək olar ki, artıq bu aşağıda olan LED-vara baxmağa ehtiyac qalmır deyərdim. Bundan başqa, bütün məlumatları, yəni nə qədər yanacağımız var, nə qədər elektrik var, hamısını aşağıdakı informasiya monitorundan görə bilirik. Hal-hazırda gördüyümü deyirəm. Total range 930 km, 45% bizim elektrikimiz var, yəni 67 km sürə bilərik sadəcə elektriklə. Benzinlə isə 865 km, yəni toplamda 932 km bizim range'imiz var. Ortada sürətləri görürük. Sağ tərəfdə isə hal-hazırda avtomobilimizin yanacaq sərfiyyatını görürük. Düzdür, 1.8 litr olaraq göstərir. Ümumi qarışıq dövrdə avtomobilin 100 kilometrə sərf etdiyi benzin 5.5 litrdir. Yəni 2 ton yarımlıq avtomobilin 5.5 litr yandırmağını, yəni bir 10 il əvvəl desəydik, heç kimsə bunu inandıra bilməzdi, amma artıq realdır, inanın, özünüz də test edib yoxlaya bilərsiniz deyə düşünürəm. Bundan savayı avtomobilin çox maraqlı modları var. Smart, EV, Performance, Snow, Offroad. Smart versiya, yəni ağıllı versiyadır, özü uyğun formada haçan lazımdır. Benzin işlədir, haçan lazımdır, elektrik işlədir. EV mod, yəni adından da məncə bəlli olduğu kimi, yalnız batareya ilə, yəni belə desəm, elektriklə avtomobili idarə eləyir. Performans hal-hazırda da performans modda. Bir dəqiqə, oturacaqlar çox aktiv oturacaqdır, çox ləzzət edir. Dönəndə artıq yan dəstəklər aktiv formada sıxılır, bərkiyir, boşalır ki, siz rahatlıqla dönəndə öz yerinizdə sabit dayana biləsiniz. Harada qalmışdıq? Performans mod, Snow mod, bilmirəm, bir çoxları məncə bunu bilmir, amma elektrikli avtomobilləri qarda sürmək ayrıca çətinlikdir. Çünki rekuperasiya olduğu üçün, yəni
tormozlanma, öz-özünə tormozlanma olduğu üçün elektrik yığa bilsin deyə artıq siz qarda buzda sürəndə öyrəşmədiyiniz bir stildə olduğu üçün biraz çətinlik çəkə bilirsiniz. Ona görə də snow moda qoyub standart, yəni bildiyimiz hisslərlə avtomobili rahat idarə eləyə bilirsiniz. Off-road modda artıq yəni, məncə bəllidir. Avtomobilin maksimum air suspensionu yuxarı qaldırır ki, siz heç ara dəymədən bütün maneələri rahatlıqla keçə biləsiniz. Bir şey də qeyd edeyim, sol ön sütunda çox balaca bizim burada kameramız var. Bu kamera həm bizim, belə deyim, bir növ mühafizəmizdir. Ona görə ki, misal üçün uzaq yol gedə bilərsiniz, 800-1000 kilometr yol sürə bilərsiniz və bir moment o var ya, o sürücülərdə belə yuxuluyurlar və sükan arxasında yatırlar və qəzaya səbəb olur nəticə etibarilə. Bu məsələ olmasın deyə bu monitor bizi, bu kamera daha doğrusu monitor deyirəm, bu kamera bizi izləyir. Hər hansı bir bizdə yuxulama falan hiss eləyən kimi dərhal bizə məlumat verir ki, qardaş oyan, yatırsan sükan arxasında. Əgər Allah eləməsin daha ciddi bir problem yaşayırsınızsa, o zaman avtomobil bu məsələni hiss eləyir və avtomatik formada bütün qəza işıqlarını yandırır, yavaş-yavaş özünü ehtiyatlı formada sürətini azaldır və yolun sağına çəkib dayanır. Çox gözəl bir funksiyadır və düşünürəm ki, təhlükəsizlik cəhətdən də çox önəmlidir. Bundan başqa bir nüansda nəzərinizə çatdırım. Fikir versəz, bizim monitorumuz çox iridir. Yəni, iki ayrı-ayrı monitor var. Biri sürücü üçün, biri sərnişin üçün. Onun da kənarında airbag hissəsi var. Və indi soruşa bilərsiniz ki, qardaş, airbag orada olur. Airbag açılanda monitorun arxasında olur deyə üzümüzə gələndə monitor dəyəcək üzümüzə falan. Bu kimi söhbətlər var. Nəzərə alın ki, bunu da hesablayıblar. Airbag həmin gördüyünüz balaca cığırdan açılaraq böyük bir hissəni əhatə eləmiş olur. Başqa nə deyim sizə? Sərnişin oturacağımızda tam da yanımızda arxada əyləşənlər üçün sərnişin oturacağını arxaya, qabağa və yaxud da ki, belini istəsəniz arxaya, önə verə bilərsiniz. Təbii ki, eyni şey sürücü üçün yoxdur. Yəni, bizdə var o zarafatlar falan. Ona görə elə bir şeylər qoymayıblar. Sürücü oturacağı tamamilə müstəqil olaraq bu hissədə dayanır. Yəni, hər şey sizin əlinizdədir. Masajı da qoşmuşam. Yəni, uzaq yol çox rahat bundan getmək olar deyə düşünürəm. İndi istəyirəm yüngülvari performansda gediriksə, performansı da bir sizə göstərmiş olaq. Yəni, yerindən daha yaxşıdır sürətlənməsi, amma rollingdə artıq yəni, o qədər də məncə sürətli deyil. Amma nəzərə alın ki, bu bir sport kar deyil. İndi qarşıda saxlayıb yerindən də avtomobili bir dənə tərpədəcəm ki, görüm. O tamamilə başqa hissdir. Çünki gələnə kimi bir-iki dəfə yoxladım. Həqiqətən 0-dan 100-ə sürətlənməsi 4,5 ola bilər. Çünki yerindən çox ani sürətlənir. Yəni G qüvvəsini dərhal hiss edə bilirsiniz. Hazırsınız? Bildiyin qazıyır da yəni. Düzdür. Yəni 100-200-də artıq siz möhtəşəm bir nəticə gözləməyin, amma 0-dan 100-ə, yəni ani sürətlənmələrdə superdir. Bunu da təbii ki, elektrik mühərrikinə borcluyuq. Videonun əvvəlində demişdim, düzdür, yenə də qeyd edeyim ki, avtomobilimizdə 1.5 litr həcmində 4 silindrli standart benzin mühərrikimiz var. 3 dənə də, 2 dənə arxada, 1 dənə öndə olmaqla elektrik mühərrikimiz var. Toplamda da 870 at gücü verir deyirlər, amma yəni, tam güvənə bilmirəm. Amma sürətlənməsi superdir. Onu 100% deyə bilərəm. Bir də indi hər şey dedik, hər gözəlliyin eybi söhbətində nə istəyərdik olsun, vakuum qapılar dedik. Bir də ki, misal üçün, bu 3 cərgədə oturacaqlar özünüz görürsünüz ki, funksiyonal olaraq superdir, hər şey var demək olar. Bir dənə də bu oturacaq fırlansaydı, o vapşı pik olardı, amma da qismət. Nə var, onları da sizə demiş oluruq. Orta konsol haqqında danışası olsaq, orta konsolumuz çox xoşuma gəldi, genişdir. Burada ayrı-ayrılıqda 2 telefon şarj edə bilmək üçün naqilsiz bir sistem qurublar, 50 wattlıq və tam da aşağı hissəsində də soyuducu bir sistemlə qoşublar ki, kondisioner qoşanda telefonlar qızmasın, elə soyuq formada qala bilsin. Sonra standart burada bölməmiz var, öz əşyalarımızı qoymağa. Onun qarşısında 2 ədəd stəkan yerimiz var. Aşağıda isə, yəni hətta sizə deyərdim ki, qadın sumkası qoya biləcəyiniz həcmdə böyük bir hissə var və sol tərəfdən də baxanda 2 ədəd Type-C
girişi görürük. Type-C superdir. Yəni artıq USB ilə bildiyimiz kimi demək olar ki, sağollaşmışıq. Hər bir şey Type-C-yə keçib. Ona görə də yeni avtomobillərdə düşünürəm ki, Type-C ilə olmağı mütləqdir. Bu video Geely Galaxy M9 videosuydu. Daha ətraflı avtomobili görmək istəyirsinizsə, Geely Azərbaycana yaxınlaşıb ətraflı baxa bilərsiniz. Bu videomuza da dəstək olmaq üçün zəhmət olmasa videomuzu bəyənin, kanala da abunə olun. Görüşənədək.